Bismillahirrahmanirrahim. Xoş gördük sizi dəyərli izləyicilər. Allah Taala inşallah ki, dualarınızı bu mübarək ayda qəbul etsin. Biz öz xeyir dualarımızda sizi heç zaman unutmuruq. İnşallah ki, siz də bizim kimi xeyir dualarınızı bizdən əsirgəməyin ki, bir-birimizi dua etmək səbəb olar ki, öz dualarımız və hacətlərimiz də Allah dərgahında tez qəbul olsun. Bu, Həzrət xanım Fatimə Zəhranın bizə qoyduğu bir irsdir və yoldur. Amma qayıdaq mövzumuza. Ötən dəfə biz proqram barəsində danışmışdıq, hansı ki bizim izləyicilər bizdən proqram istəmişdilər. Ramazan ayında necə edək, bölgümüzü necə edək, hansı işlərə vaxt ayıraq, hansı işləri görək ki, daha səmərəli olsun. Vaxt bölgüsünü biz ötən dəfə qeyd etmişdik, hansı mövzular əsasında vaxt bölgüsü olmalıdır, yəni nələrə vaxt ayrılmalıdır əsaslı. Amma xırdalıqları budur ki, biz ötən dəfə 2 dənə proqramımızdan nöqtəni qeyd etdik ki, siz də öz dəftərçənizə Ramazanla bağlı proqramınıza bunları əlavə edib işinizi daha rahat edə bilərsiniz. Birincisi haramlardan çəkinmək idi. Fərqi yoxdur, göz, dil günahı, qulaq günahı və yaxud qəlbində insanın pis niyyət daşıması, bütün bunlara diqqət yetirmək lazımdır. Yəni Allahın haram buyurduğu şeylərdən çəkinmək lazımdır. Və ikincisi qeyd etdik ki, gün ərzində Quran oxumaq, amma Quranı davamiyyətli oxumaq üçün vaxt bölgüsü etmək. Məsələn, 10 dəqiqə hərə öz şəraitinə baxmalıdır, hərə öz cisminə baxmalıdır. Belə olmasın ki, biz yaxşı iş görmək istəyərkən ümumiyyətlə özümüzə zərər yetirək və yaxud ailə üzvlərinə zərər yetirək. Necə zərər yetirmək olur ailə üzvlərinə? Məsələn, ananın gücü yetmir, özü yüklənir deyə Quran tilavəti üçün uşaqla bədəxlaq rəftar edir, tünd əxlaqla rəftar edir, acı dillə danışır. Bu da bais olacaq ki, onun orucunun keyfiyyəti aşağı düşsün. Bəs deməli, vaxt bölgüsü belə olmalıdır ki, mən səhər və axşam və yaxud səhər və günorta hərə özünə uyğun proqramlaşdıra bilər. 15 dəqiqə Quran oxuyayım, amma davamiyyətli Ramazan ayı boyunca oxuyayım. Üçüncü nöqtə proqramımızda bu idi ki, duaları bölmək lazımdır. Gecə və gündüz dualarına bölmək lazımdır. Bilirik ki, Ramazan ayının özünə xas duaları var. Yəni, baxmayaraq ki, biz gündəlik ola bilər ki, bir inanclı şəxs kimi oxuduğumuz dualar olmağı ilə bərabər, namaz təqibatları ilə bərabər, eyni zamanda biz əlavə olunur Ramazan ayının xüsusi duaları. Məsələn, mücür duası kimi, Cövşən Kəbir duası kimi, məsələn, gündəlik vacib namazlardan sonra oxunan dualar ki var, onlar, səhər duası və ilaxır. Biz bunlardan əvvəla seçməliyik ki, meylimiz daha çox hansınadır? Hansı dua daha çox mənim qəlbimə yatır və mənə aramlıq verir, mən həqiqətən də ondan səmərələnirəm, yəni istifadə edə bilirəm. Çünki dualar saysız hesabsızdır və çoxdur. Amma mən bunları bölməliyəm. Və necə bölürəm? Namazların əsasında əvvəl başlayırıq bölməyə. Yəni, gündüz oxuduğumuz dualar daha kiçik dualar olmalıdır. Məsələn, namazlardan sonra, vacib namazlardan sonra oxunan dua, gündəlik duası, Ramazan ayının gündəlik duası. Bunlar çünki qısa dualardır. Bunları biz namaz vaxtlarına bölürük. Namaz vaxtlarında biz bunları oxuyuruq. Məsələn, iftar vaxtında yaxşı olar ki, fərəc duası oxunsun. Yəni, Əzuməl-Bəla deyilən dua. Yaxud da İmam Zamanın salamatçılığı duası, iftar duası ilə bərabər İmam Zamanın salamatçılığı duasını biz həmin vaxtda sala bilərik. Və yaxud qunutlarımıza İmam Zamanla bağlı olan dualarımızı sala bilərik. Çünki bu ayda İmam Zaman üçün dua etmək çox savaba malikdir. İmam Zamanın zühuru üçün dua etmək çox savaba malikdir. O yüzden də diqqət yetirmək lazımdır. Lakin gecə isə daha uzun olan dualar və yaxud sübh çağı ki, məsələn, səhər çağı ki, evdə səssizlik, sakitçilik olur və övladlar da çox vaxt yuxu halında olurlar. Və yaxud tətil günlərinə düşən vaxtlar, məsələn, cümə gününə xas olan duaları cümə gününə sala bilərik və yaxud şənbə, bazar gününə daha uzun, məsələn, mücür duası, Cövşən Kəbir kimi duaları sala bilərik. Hansı ki, sabahsı biz, məsələn, rahatlıq bilirik ki, heç kəs iş başına getməyəcək. Buna uyğun, öz şəraitimizə uyğun proqramlaşdırırıq. Məsələn, axşamların öz duaları var ki, bəzi dualar uzun dualardır, bu dualardan istifadə edə bilərik. Bölə bilərik ki, məsələn, səhər mücür duasını oxuyaq və ya hərə öz meylinə uyğun baxmalıdır ki, dua proqramını necə uyğunlaşdırsın. Amma proqram mütləq olmalıdır ki, mən gündəlik hansı duaları oxuyacağam, hansı vaxtda hansı duaları oxuyacağam, bu önəmlidir.
Və əməl edə bilməyəndə də bir dəfə hansısa bir iş çıxanda narahat olmağa ehtiyac yoxdur. Digər nöqtə, yəni 4-cü nöqtəmiz budur ki, yol gedəndə, dayanacaqda gözləyəndə, nə bilim taksi, avtobus gözləyəndə, nəqliyyat vasitələrini gözləyəndə və yaxud metro gözləyəndə və uzun yol gedirik, tutaq ki, təhsil üçün gedirik harasa, işimiz var gedirik. Zikir sayan deyilən və yaxud təsbih deyilən bir şeylərdən, əşyalardan istifadə edib, səssiz şəkildə zikirlərdən istifadə edək. Hansı zikirlər daha çox sifariş olunur ki, bu ayda istiğfardan yəni istifadə olunsun. Həmin Əstəğfirullah Rabbi və Ətubu iləy zikri ki var, bu zikirdən istifadə olunsun və La ilahə illallah zikri də insana dirilik gətirir və bu ayda yaxşı olar ki, bu zikirlər çox deyilsin. Amma lazım deyil ki, biz özümüzü göz önündə göstərək. Yəni, bu zikirləri lazım deyil uca səslə deyək və yaxud istəyirik Əhl-i Beytə salavat hədiyyə edək. Onu da biz səssizcə, sakitcə edə bilərik ki, riyadan uzaq olsun və digər insanları da narahat etməsin həmçinin. Digər məsələ isə bizim proqramımızda 5-ci nöqtədir. Daim dəstəmazlı olmaq. Yəni, hətta gecə yatmağa gedəndə belə dəstəmaz alıb, niyyət edib, o cür şəkildə yatmağa getmək lazımdır. Dəstəmazlı olmaq niyə görə? Çünki bilirsiniz ki, oruc olan şəxsin hədislərə əsasən hətta yatmağı da, hətta nəfəs çəkməyi də zikr və ibadət hesab olunur. Və biz zikr və ibadəti dəstəmazsız etsək, yəni təharətsiz etsək, savabı daha az olur. Və əgər dəstəmazlı şəkildə olsaq, onun savabı neçə bərabər olacaq. Bəs deməli, davamlı dəstəmazlı olmaq özü də ibadət qismindən hesab olunacaq. 6-cı nöqtə, gecə oyaq qalıb əhya saxlamaq məsələsi çox önəmlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurulur ki, xüsusilə də Ramazan ayının son 10 gününü demək olar ki, əhya saxlayırdı. Amma biz baxaq özümüzə. Bəzi insanlar məsələn cümə axşamlarında ibadət eləyə bilmirlər. Halbuki ibadət üçün ən yaxşı vaxtlardan, zamanlardan biri cümə axşamıdır. Yəni cümə 4-cü gündən 5-ci günə keçən gecədir. İbadət üçün çox gözəl bir gecədir. Yaxşı olar ki, Ramazan ayında da bu gecələrdən istifadə edək. Amma bəzi insanlar işə gedirlər, işləyirlər və yaxud təhsilə gedirlər. O yüzdən edə bilmirlər. Onlar belə proqramlaşdırmalıdır ki, bu ayın gecələrindən tətil günlərində, yəni bazar günlərində istifadə etsinlər və yaxud əhya axşamlarında yalnız istifadə etsinlər. Bu da bir proqramdır və bu proqramda gecə ibadətlərinə, gecə namazına yer vermək lazımdır, Allahla münacata yer vermək lazımdır ki, daha səmərəli olsun insan üçün. 7-ci nöqtə isə məclislərdir. Hansı məclislər? O məclislər ki, orada maarifləndirmə var, Ramazan ayının əhkamından, şəri məsələlərindən bəhs olunur, Allaha yaxınlaşdırmaq üçün hansısa söhbətlər olunur, Quranlar oxunur, Quran tərcüməsi oxunur, mərasimlər təşkil olunur. Məsələn, Ramazan ayında bildiyimiz kimi İmam Həsən əleyhissalamın mövludu var, Həzrət Əli əleyhissalamın zərbətləndiyi, şəhadətə yetişdiyi gün var. Bu yüzdən də məsələn, diqqət yetirmək lazımdır ki, bu xüsusi günlərdə insan yəni müqəddəs məkanlardan istifadə etsin, məscidlərdən istifadə etsin, məclislərdən istifadə etsin və yaxud özü qohumları ilə, qonşuları ilə təşkil etsin və bilən bir şəxsi dəvət etsinlər ki, mərasimlərdə iştirak eləsinlər, moizə etsinlər və yaxud onlayn şəkildə hər hansı bir əhkamları izləsinlər və yaxud moizələri izləsinlər inşallah ki, və alimlərimiz ən çox bu nöqtəyə diqqət yetirirlər. Yəni məclislər, mərasimlər və maarifləndirmə. Bu şeylərə çox diqqət yetirirdilər və vacib bilirdilər bu məsələni. Sözsüz ki, insanın bilərək, yəni mərifətinin olaraq, elminin olaraq bir işi görməsi, onun avam şəkildə bir işi görməsindən daha üstündür. Elə bilirəm zaman sona yetişir və inşallah ki, proqramımızın davamını, yəni Ramazanda necə uyğunlaşdıraq zamanımızı ki, ən gözəl şəkildə istifadə edək, gələn dəfəki verilişimizdə sizə təqdim edəcəm. Allahdan diləyirəm ki, bu ay sizin üçün çox bərəkətli və ruzili olsun inşallah.